Bakı şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Real Aikido İdman Klubunun birgə təşkilatçılığı ilə Böyük Şor Parkında Real Aikido özünü müdafiə sənəti üzrə ustad dərsi keçirildi. Açıq hava şəraitində təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, özünü müdafiə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Real Aikido idman növünün daha geniş təşviq olunmasıdır. Ustad dərsi zamanı iştirakçılar hücumdan müdafiə üsulları, təhlükəli situasiyalarda düzgün davranış qaydaları, koordinasiya və çevikliyin artırılmasına xidmət edən hərəkətlər üzrə bilik və bacarıqlarını təkmilləşdirmə imkanı əldə etdilər. Böyük maraqla qarşılanan tədbir iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına, idmançılar arasında həmrəyliyin gücləndirilməsinə və Real Aikido üzrə praktiki biliklərin artırılmasına şərait yaratdı. Real Aikido özünü müdafiə sənəti üzrə bu təlimdə 100-dən çox idmançı iştirak edir. Bu təlimin əsas səbəblərindən biri də Azərbaycanın dünya idman paytaxtı seçilməsi ilə əlaqədardır. Biz bu münasibətlə fəxr edirik. Ümumiyyətlə Bakı şəhər Gənclər İdman İdarəsinin təşkil elədiyi bu artıq birinci tədbir deyil. Zaman-zaman bu tip ödənişsiz təlimlər təşkil olunur və biz də burada iştirak etməkdən çox məmnunuq. Qeyd edək ki, seminarda paytaxtın müxtəlif idman klublarını təmsil edən 100-dən çox idmançı iştirak etdi.